Tarix boyu imperializm olub. Fərqli imperiyalar olub, fərqli coğrafiyalarda, fərqli hökmdarlar və s. və ilaxır. Və o imperiyalar bu və ya digər formada o coğrafiyaları işğal ediblər, fəth ediblər, indi adını nə qoyursunuz qoyun, fərqi yoxdur. Və nəsə təqdim ediblər və yaxud nəsə deyək ki, alternativ irəli sürüblər ki, mən bura din gətirmişəm, mən bura deyək ki, yeni bir məzhəb gətirmişəm və s. və ilaxır. Çağdaş dünyada isə kimsə deyə bilər ki, Rusiyanı siz deyirsiniz, amma Çin də tutaq ki, elə imperial dövlət sayıla bilər və yaxud da ABŞ və yaxud da ki, İran. Amma maraqlısı budur ki, bu dövlətlərin təklif etdiyi nəsə var. Tutaq ki, İran deyir ki, mən şiəçilik təklif edirəm. Və yaxud da Çin deyir ki, mən investisiyalar gətirirəm sənin ölkənə. Tutaq ki, iqtisadi baxımdan nəsə təklif edir. ABŞ sosial şəbəkələr, deməli, Hollywood, hətta demokratik idarə etmə prinsipləri, iPhone-lar, bildiyiniz hər şey. Mən çalışıram mümkün qədər sadə dillə deyim ki, tamaşaçılara aydın olsun. Müxtəlif təklifləri var ki, mən buna görə sən məni eşitməlisən. Yəni Rusiyanın təklif etdiyi heç nə yoxdur. Yəni onların dilinə desək, yaxşı onların dilində deməyim, bizim efir üçün uyğun gəlmir. Yəni mən Rusam, sən Rus deyilsən və sən mənə tabe olmalısan. Məhz bu təfəkkürlə də istəyirlər ki, deyək ənənəvi üsullarla yeni nəticələr əldə etməyə çalışırlar. Bu sadəcə bizdə deyil də, yəni ümumən postsovet məkan başda olmaqla deyək ki, bəzi ölkələrdə.